Salam, hər vaxtınız xeyir olsun. Yeni bir mənzil çəkib sizə təqdim edirəm. Xırdalan şəhərində mərkəzi yol gördüyümüz kimi yerdə Əliyev prospekti və birbaşa Heydər Parkına baxışı var mənzilimizin. 17 mərtəbəli tam yaşayışlı binanın mənzilimiz yerləşir 10-cu mərtəbəsində. Şəxsi təmirli mənzil sizə təqdim edirəm. Çox əla zövqlə təmir olunmuş bir mənzildir. Burada yerləşir mənzilimizin qonaq otağı. Ev sahibinin burada artıq əşyaları var, götürüləcək. 125 kvadratdan ibarətdir. Qanuni 3 otaqlı bir mənzildir. 4 otağa düzəlib. 125 kvadrat. Geniş, belə işıqlı qonaq otağından ibarətdir. Mənzilimizin giriş hissəsi, tam şəkildə giriş hissəsini sizə göstərim. Qranit olan hissələr istipoldan ibarətdir. Təmirdən sonra mənzildə yaşayış olmayıb. Giriş qapısı seyf qapıdır və qranit olan hissələr istipoldur. Burada yerləşir ikinci otağımız, yataq otağı, geniş, belə bir yataq otağı. Bu otaqdan da eyvanla çıxışı var. Yerləşmə yeri çox əla bir yerdədir, bildiyimiz kimi Heydər Parkının üzbəyüz sanitar qovşaqlar, balalı aksiyonlardan istifadə olunub, istipoldur. Asma tavanla yığılıb. Burada isə yerləşir yuyunma otağı. Təkrar edirəm, şəxsi təmirli mənzilimiz yelçəkən mənzildir. Bahalı mətbəx mebeli yığılıb, dökmə mərmər, mətbəx mebeli burada qalacaq. Və burada yerləşir üçüncü otağımız. Təkrar edirəm, qanuni 3 otaqdır. Sadəcə ev sahibi geniş olduğu üçün buranı kəsib 4 otağa düzəldib. İstəsəniz buranı götürüb qanuni 3 otaq da edə bilərsiniz. Sadəcə geniş olduğu üçün ev sahibi 4 otağa düzəldib. 125 kvadratdan ibarətdir. Burada əlavə şkafları yığılıb. Kombi aparatı. Dərhal alıb köçüb yaşaya bilərsiniz. Hazır bir mənzildir. Hər otaqlardan eyvana çıxışı var və membrandan mətbəx mebeli yığılır. Gördüyümüz kimi geniş belə bir mətbəxi var. Və şəxsi təmirdir. Burada isə yerləşir mənzilimizin 4-cü otağı. Hər bir otaqlar bölünsə də belə geniş və mebel dəstləri rahatçılıqla sığışır. Linkdə nömrə qoyulacaq, həmin nömrə ilə əlaqə saxlayırsınız. Bu və yaxud da digər evlərlə mənzil